Kəbin günümüzdə normativ üsuldur, yoxsa simvolik, rituallaşmış praktikadır? Günümüzdə hələ də insanlarımız mollalara müraciət kəbinə, yəni dini nicaha daxil olurlar. Əslində bəs kəbin, yəni dini nicah bizə nə verir? Biz bilirik ki, kəbin İslamla birlikdə insanların həyatına daxil olmuşdur. Çünki evlilikdə qadınların haqları və hüquqları kəbin vasitəsilə qorunurdu. Günümüzdə bu belədirmi? Günümüzdə kəbin bizim hüquqlarımızı qoruyur, yoxsa Azərbaycan Respublikasının bizə təqdim etdiyi nicah haqqında şəhadətnamə? Təbii ki, cavabı hər birimiz bilirik. Yəni günümüzdə kəbin öz funksionallığını itirmişdir. Müasir dünyada nicahın hüquqi nəticələri, yəni boşanma, aliment, valideynlik hüquqları və sair digər kimi aktlar hansısa saqqallı mollanın verdiyi dini kağız ilə, kəbin kağızı ilə təsdiqlənmir. Amma reallıq bundan ibarətdir ki, kəbin bu gün artıq hüquqi yox, psixoloji bir alətə çevrilmişdir. İnancı qorumaq adı ilə insanlar tərəfindən həyata keçirilən kəbin artıq günümüzdə tarixi qalığa çevrilib. Problem kəbinin mövcudluğu deyil. Problem onun hələ də öz hüququnu, öz aktuallığını itirməsinə baxmayaraq məcburi norma kimi saxlanılmasıdır.